hamı bilir ki, bu hər 3 aydan bir burada ölüm hadisəsi baş verir. Radar biz müraciət eləmişdik rəsmi qayada, radar qoyublar, ancaq bir dənə qoyublar. Bu radarı qoymayıblar ha. Dünən gəlib yerini qoyublar. Əgər dünən qoysaydılar, bugün bu hadisə baş verməzdi. Amma bu yola bir dənə qoyublar. Burada ən azı 3 dənə olmalı. Çünki bu başda 3 kilometr məsafədə düppədüz yoldur. Burada sürət 120 sürülür. Faktiki 40, sürət 40-dır. Hamının halı pərişandır. Heç bir sürücü istəməz ki, kimisə öldürsün, getsin, içəridə yatsın. Heç kəs də istəməz ölüsü ölsün, qohumu ölsün. Bu radar işi həll olunsa, heç vaxt belə problem olmayacaq. İnsanlar 10 manatına görə o sürəti aşağı sürərlər, amma ölüm hadisəsi insanların yadından çıxır. Düşünmür ki, nəsə eləyər bilərəm. Heç kəs istəməz o insan öldürsün. Xahiş edirik, 3 dənə radar, ən azı 2 radar qoyulmalıdır burada ki, bu hallar baş verməsin.